O kafir nə Qur'anı təsdiq etdi, nə də namaz qıldı. Haqqı da yalan saydı və üz döndərdi. Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay! Bəlkə insan öz başına qoyulacağını güman eləyir. Məyər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi? Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı. Ondan da bir cüt kişi və qadın yaratdı. Məyər o, ölüləri diriltməyə qadir deyil. Təkəbbür göstərdi və dedi, bu, adi insan kəlamıdır. Mən onu səqərə salacağım. Sən hardan biləsən ki, səqər nədir? O kimsəni sağ-salamat buraxmaz, dərini yandırıb yaxar. Onun üzərində 19 gözətçi mələk vardır. Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Məyər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir. O bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi, çürümüş sümükləri kim dirildə bilər? De ki, onları ilk dəfə yaradan özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir. Kafirlər elə güman etməsinlər ki, bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır.